Zərdab rayon sakinləri avtomobil yolundan şikayətçidirlər. Təxminən 40 kilometr olan Zərdab və Ağdaş rayonlarının bir neçə kəndini birləşdirən yol hazırda bərbad vəziyyətdədir. Adı çəkilən yol Bakı-Qazax magistralının Ağdaşın Ləki qəsəbəsindən keçən hissəsinə qoşulur. Sakinlər deyir ki, bura Bakı və əks istiqamətdə getmək üçün ən qısa yoldur. Zərdab rayonunun mərkəzindən keçməklə Zərdab Ucar avtomobil yolu ilə bu istiqamətlərə getmək mümkündür. Lakin bu həm vaxt itkisinə, həm də əlavə xərcə səbəb olur. Odur ki, biz hər zaman bu avtomobil yolundan istifadə etmişik. İllər sonra isə yolun yararsız hala düşməsi ciddi problem yaradıb. Belə ki, adı çəkilən yolda marşrut işləmir, taksi ilə getmək isə daha çox xərc tələb edir. Çox bərbad vəziyyətindədir. Yəni bərbad deyəndə vəbşi gediləsi yol deyil. Bu yol yaramır da, bu yol dağılıb tökülübdür. Bir əncam eləyən də yoxdur. Kəndimiz çox ucqar kənddir. Yolsuzluqdan əziyyət çəkirik. Zərdab Ağdaş yolu təmiz bərbad vəziyyətdədir. Əvvəllər yaxşı olub, indi təmiz dağılıb gedib. Yəni gedib gəlmək mümkün deyil. Maşınlar hamısı əldən gedir. 5-6 ildir bax beləyik. Müraciət edirik təşkilatlara, deyirlər düzələcək, bu da qalıb eləcək düzəlmir. Məsələ ilə bağlı aidiyyatı üzrə müraciət etdik. Sorğumuza verilən cavab isə belə oldu. Bu yolların yenidən qurulması ilə bağlı təkliflər hazırlanıb, təqdim olunub investisiya proqramına daxil edilməsi üçün. İnvestisiya proqramına indi növbəti illərdə daxil edilib, əsas şəkildə yenidən qurulması nəzərdə tutulur. Təkliflər hazırlanıb, təqdim olunub. İnvestisiya proqramına daxil edilməsi üçün söz gedən yolların əsas təmiri ilə bağlı investisiya proqramına daxil edilib, növbəti illərdə onların əsaslı yenidən qurulması tərəfimizdən həyata keçiriləcək. Belə çıxır ki, sakinlər problemin həlli üçün bir qədər də gözləməli olacaqlar. Zahid Abışov, Devran Əsgərov, Layiq Qələndərli, APA TV, Zərdab.